Sosial şəbəkədə belə bir video paylaşılıb. Rayonlardan, bilmirəm hansı rayondur. Rayonların birindən şəhidlərə qarşı hörmətlik olub, yəni icra hakimiyyəti tərəfindən. Deməli, gördüyünüz kimi divarlarda bizim qardaşlarımızın rəsmlərini çəkiblər. Və icra hakimiyyəti də yəni indi deyib ki, divarları ağardın, rəsmləri ağardın. Şəhid şəkillərinə qarşı, şəhid ailələrinə qarşı hörmətli idi məncə. Gör İlham Əliyevin və İlham Əliyevin əhatəsini nə qədər qudurub ki, Azərbaycanda şəhidlərə beləsinə, qazilərə beləsinə dəyər yoxdur, qiymət yoxdur. Yəni bu rüsvayçılıqdır sadəcə olaraq. Vallahi rüsvayçılıqdır. O şəhidlərin şəkillərini eləsinə pozmaqdansa, bütün Azərbaycanda o şəhidlərin şəklini ictimailəşdirib yaymaq lazımdır. Bütün hər yerdə. Başa düşdünüz? Biabırçılıqdır. Vallahi bax, rəsmi gör necə boyuyublar ki, görünməsin. Yəqin ki, hansısa bir iclas olacaq və yaxud da hansısa bir bilmirəm nə olacaqsa bu rayondur, kənddir, bilinmir. Rayondur deyəsən. Şəhidlərin şəkillərini hamısının üzərini boyuyublar. Əhəngliyiblər. Baxın, görün nə vəziyyətdədir. İlham Əliyev. 44 günlük müharibədə qardaşlarımız bundan mı ötəri getdi, canlarından, qanlarından keçdilər ki, sən və sənin tulaların şəhidlərə qarşı belə haqsızlıq, belə hörmətlik eləsin? Hə, İlham Əliyev? Hə? Bizim də xalqımız da nədənsə elə qoyun kimi başını salıb aşağı, heç kim çıxıb haqqını tələb eləmir. Heç olmasa şəhidlərin haqlarını, hüquqlarını tələb eləyin də, onlar sizlərdən ötəri canlarından, qanlarından keçdilər. Ay Azərbaycan xalqı. Haçana kimi bax belə biganə yanaşacaqsınız hər şeyə, hə? Gərək sizin balalarınız mı ölsün? Balalarınızın qədrini biləsiniz, hə? Bax bizim igidlərimizdir. Gör nə günə qoyublar şəkillərini. Yol kənarlarından da yığışdırdılar. İndi bax belə haqsızlıq. Hə? Görün nə vəziyyətdədir. Heç utanırsınız? Hə? Bunlar sizlər rahat yatasız deyənə canlarından, qanlarından keçdilər. Siz də qoyun kimi yatmışsınız.